Salam, 14-cü kimya dərsinə başlayırıq. Mövzumuzun adı belədir: ərintilər. Ərinti ümumiyyətlə nədir? Əslində ərintilərə də biz qarışıqlar və yaxud da digər deyişlə məhlullar şəklində də baxa bilərik. Ərintinin də çünki tərkibində 2 və ya daha çox maddə var. Amma fərqi nədir? Elə adı üstündə. Ərinti budur ki, 2 və ya daha çox maddə və ya belə də deyə bilərik, 2 və ya daha çox metal və qeyri-metal əridilərək bir-birinə qarışdırılır və soyudulur. O zaman əmələ gəlir ərinti. İndi yaxşı, bəs ərintilərə misallar göstərək ki, bu anlayışı daha yaxşı başa düşək. Ən geniş istifadə olunan ərintilərdən biri çuğundur. Çuğun, ümumiyyətlə biz əvvəlcə dəmirdən danışaq, təmiz dəmir nisbətən yumşaqdır. Ona görə də bizim sənaye istifadəsi üçün, müxtəlif məqsədlər üçün çox da yararlı deyil. Amma dəmirin tərkibində müəyyən qədər karbon və digər maddələr qatdıqda, misal üçün o digər maddələrin arasında silisium ola bilər, fosfor ola bilər və s. Digər maddələr qatıldıqda bu zaman çuğun əmələ gəlir. Çuğunun tərkibində karbonun miqdarı 2%-dən çox olur. Yəni, belə desək 2%-dən çox karbon olur, belə desək bir 96, 97, 98%-ə qədər də olur dəmir. Və bu zaman çuğun əmələ gəlir. Çuğun nisbətən tutqun rəngdədir. Ondan müxtəlif qablar, tavalar, qazanlar, daha sonra mühərriklər və s. hazırlanır. Deməli, biz gördük ki, burada metal və qeyri-metalı əridib qarışdırıblar və çuğun əmələ gəlib. Biz bunu yuxarı siniflərdə daha ətraflı keçəcəyik poladın çuğunun alınmasında. İndi sadəcə onu bilməliyik ki, əslində bunu məqsədyönlü şəkildə təmiz dəmirə əridib qatmırlar. Sadəcə dəmir filizin kömürlə həm reduksiya edirlər, həm də bu zaman karbon da bir qismi onun tərkibində qalır və çuğunun tərkibinə çevrilir. Yəni, çuğun əmələ gəlmiş olur. Keçək indi çuğuna bənzəyən, amma ondan qismən fərqlənən, biraz fərqlənən digər bir ərintiyə, polad. Polad isə çuğundan fərqli olaraq nisbətən açıq rəngdədir. Səbəb odur ki, əslində o da dəmir, karbon və digər elementlərdən ibarətdir. Amma o, çuğuna nisbətən daha təmizdir. Yəni, onun tərkibindəki karbon 2%-dən azdır. Yəni, məsələn, tutaq ki, 1,5%, 1% və s. Və buna görə də o daha açıq rəngdədir, daha möhkəmdir, daha dayanıqlıdır və onun tərkibinə əlavə bəzi maddələr də qatırlar ki, fərqli xüsusiyyətlər qazansın. Misal üçün, ona xrom qatanda, xüsusilə 12% xrom qatanda paslanmaz polad əmələ gəlir. Hansı ki, qaşıqlardır, bıçaqlardır və s. həmin o paslanmaz poladdan hazırlanır. Və yaxud da ki, onun tərkibinə wolfram da qata bilirlər, müxtəlif maddələr qatırlar, elementlər, belə desək, metallar, qeyri-metallar. Bu zaman fərqli xüsusiyyətlər, ya turşuya davamlılıq, ya temperatura davamlılıq, ya korroziya davamlılıq və s. paslanmaya davamlılıq və s. xüsusiyyətlər qazana bilir. Daha sonra keçək, alüminiumun müxtəlif ərintiləri var. Misal üçün, siz düralüminiumu yəqin ki, eşitmişsiniz. Alüminiumun ərintilərindən biri də təyyarə istehsalında, raket istehsalında, yəni hava nəqliyyatında istifadə olunur. Niyə görə? Çünki alüminium çox yüngül metaldır. Əgər biz təyyarəni poladdan, nə bilim, çuğundan, dəmirdən hazırlasaq, təbii ki, ağır olacaq. Ağır olduğuna görə onu havaya qaldırmaqda çətin olacaq və yanacaq ehtiyacı da çox olacaq. Amma alüminiumdan hazırlanmış təyyarədə isə həm yüngül olur, həm havaya qaldırmaq asan olur, həm də ki, yanacaq sərfiyyatı azalır. Ona görə də hava nəqliyyatında və yüngüllük tələb olunan yerlərdə alüminium ərintisindən istifadə olunur. Hətta bəzən avtomobillərin istehsalında da istifadə olunur, bəzi bahalı avtomobillərdə. Və müəyyən qab-qacaqlarda və s. istifadə olunur. Yəni, həmin o maddə təmiz alüminium deyil. Təmiz alüminium çünki yumşaqdır. Amma onu tərkibinə müəyyən elementlər qatdıqda o möhkəmlik qazanır. Misal üçün, tutaq ki, maqnezium, manqan və s. qatdıqda daha möhkəm olur. Daha sonra keçək başqa bir ərinti, tunc. Siz tarixdə tunc dövrü ilə tanışsınız. Ümumiyyətlə, mis ilk tapılan elementlərdən biri olub. Deməli, tuncun tərkibində nə var? Tuncun tərkibində mis var və mislə yanaşı qalay var. Belə desək, kuprum plus Sn. Bunu biz deyirik tunc. Tuncun xüsusiyyəti odur ki, o paslanmaya davamlıdır. Ümumiyyətlə, bəzi tarixi hətta abidələrdə də çıxarılıb, yəni tapıntılarda da indiyə qədər salamat şəkildə gəlib çıxıb.
Daha sonra ondan müxtəlif məişət əşyaları, ondan sonra bəzək əşyaları və sairə hazırlana bilir. Keçək növbəti ərintiyə. Növbəti ərintimiz də latundur. Latunun isə tuncdan cüzi fərqi var. Onun da tərkibində mis var, amma mislə yanaşı sink var. Yəni kuprum üstə sink. Cüzi fərqlənir tuncudan. Tuncudan biraz daha parlaqdır. O da həmçinin müxtəlif, məsəl üçün tutaq ki, qaz açan borulardır, müxtəlif belə deyək də məişətdə evdə lazım olan təchizatın hansı ki, müxtəlif borular və s. və yaxud da ki, krantlar olsun və s. onların hazırlanmasında istifadə olunur. Ümumiyyətlə onun da xüsusiyyəti odur ki, qismən paslanmaya davamlıdır. Daha sonra parlaqdır. Təzə halda olduqda parlaq olur. Bəzi qəpiklərin üzərində də latun tərkibli, yəni mis sink tərkibli örtük qatı olur ki, ona parlaqlığı o verir. Bununla yanaşı biz bürünc anlayışı, əslində qalsa bürüncü sizin bürünc yazaq bura. Bürüncü sizin kitabda tunca aid eləyiblər. Amma bəzi ədəbiyyatlarda bürünc latun əvəzinə yazılır. İndi istənilən halda bürünc də, indi sizin kitabınızdan götürsək, burada qeyd eləsək, bürünc özü də nədir? Özü də qarışıqdır, yəni ərintidir. Misal üçün, siz xatırlayırsınızsa, idman yarışlarında qızıl medal, gümüş medal, bürünc medal və onlar ərintilərdir. Ümumiyyətlə, bir də əlavə olaraq onu qeyd eləyək ki, məsələn, təmiz halda qızıl çox yumuşaqdır, plastilin kimidir, dişlə əzilə bilir. Təbii ki, bu da bizim istifadəmiz üçün yararlı deyil. Ona görə təmiz halda qızıldan yox, qızılın tərkibinə müəyyən maddələr qatırlar. Misal üçün, mis qatırlar. Ondan sonra ondan qızıl zinət əşyaları hazırlayır və bu zaman daha möhkəm olur. Ümumiyyətlə, fərqli atomlar bir-birinə qatılanda möhkəmlik artma səbəblərindən biri də odur ki, məsələn, normalda tutaq ki, qızıl atomları tutaq ki, kiçik olsun, məsələn, başqa bir atomda daha böyük olsun, onda təbəqə pozulur və daha möhkəm olur. Da yayılma xüsusiyyəti azalır. Əvəzində möhkəmlik artır, belə desək. Bu qədər. Bugünkü dərsimiz bundan ibarət idi. Sağ olun, növbəti dərslərdə görüşənədək.